Göyçay şəhərində yerləşən və mərkəzi istirahət məkanlarından biri hesab olunan parkda su fəvvarələri uzun müddətdir ki, işləmir. Xüsusilə yay aylarında havaların isti keçdiyi günlərdə park sakinlərin ən çox üz tutduğu məkanlardan biri olsa da, fəvvarələrin fəaliyyət göstərməməsi qonaqların narazılığına səbəb olur. İsti yayda navbar işlətmək lazımdır ki, camaat gəlir, sərinləsin, eləsin. Sərinlik yaxşı şeydir. Neçə vaxt Qabaq istəyirdi, işləmir. 5-6 ildir işləmir. su verilmir? Yalandan gəlirlər, düzəltdilər böyür başın, heç bir yox. Su tapılmır, su qıtdı. Göyçayda vəbşi su qıtdı. Məsələ ilə bağlı Mətbuat Azın sorğusuna cavab olaraq Göyçay rayon İcra Hakimiyyətindən bildirilib ki, sözü gedən fəvvarələrin təmiri üçün hazırlıqlar aparılır. Yaxın zamanlarda fəvvarələr təmir olunaraq insanların istifadəsinə veriləcək. Davud Tarverdiyev, Mətbuat Az.